Şəkərli diabet və tipləri. Şəkərli diabet xəstəliyi nədir? Hörmətli izləyici, əgər kanalda yenisinizsə kanala abunə olmağı unutmayın. Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperglisemiya, qan şəkərinin yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir. Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır? Susuzluq, tez-tez sidiyə getmə, çəki itirmə, sidik yollarının infeksiyası, bulanıq görmə, qaşınma, yorğunluq, dəridə və ağızda quruluq, ayaqlarda keymə. Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər? Ailəsində şəkər xəstəliyi olanlar, xüsusilə birinci dərəcəli qohumlarda, ürək-damar xəstəliyi olan insanlar, artıq çəkisi olanlar, hipertoniyası olanlar, trigliseridlərin yüksək və ya HDL xolesterin olması, 4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar, 45 yaşından yuxarı şəxslər, gestasional hamiləlik, diabet anamnezi, yumurtalıqların polikistozu sindromu. Şəkərli diabet xəstəliyinin tipləri hansılardır? 1. Tip 1 diabet və ya insulindən asılı olan diabet. Əsasən 5-20 yaşlar arasında rast gəlinir. Birinci tip diabetdə hər hansı bir səbəbdən mədə-altı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Başqa sözlə desək, mədə-altı vəzi, pankreas ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. İnsulin olmasa, şəkər sərf oluna bilməz və qanda getdikcə artar. Birinci tip diabetin əlamətləri kəskin başlayır. Bu tip xəstələr xəstəliyin başlanğıcından mütləq insulin müalicəsində aparılmalıdır. 2. Tip 2 diabet və ya insulindən asılı olmayan diabet. Əsasən 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və əsasən ailəsində, qohumlarında şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet tipidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədə-altı vəzin insulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur. 3. Hamiləlik diabeti və ya gestasional diabet. Bu diabet ilk dəfə hamiləlik zamanı hormon dəyişikliklərinə bağlı meydana gələn diabetdir. Əvvəlcədən diabeti olub, sonra hamilə qalan qadınlar gestasional diabet xəstələri sayılmırlar. Bu tip diabet əsasən hamiləliyin ikinci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır. Bu cür xəstələrə antidiabetik həblərdən istifadə etmək olmaz. Lazım gələrsə insulin terapiyasına başlanılır. Bu cür xəstələrin sonradan ikinci tip diabetə tutulma riski 40-60%dir. 24-28 həftəliyində bütün qadınlara oral qlükoza toleranlıq testi aparılmalıdır. Risk qrupuna daxil olan hamilə qadınlara isə ilk müayinədə bu testi aparmaq lazımdır. Belə maarifləndirici məlumat və informasiya xarakterli videoların davamı üçün kanala abunə olmağı unutmayın.